Bağışlayan və mehriban Allahın adı ilə salamlayıram sizi, dəyərli tamaşaçılar, Ramazan ayının 26-cı günündə. Bəli, həqiqətən də çətin olsa da üzücüdür ki, artıq Ramazan ayının son günlərinə doğru gedirik. Düzdür, bayramın qarşıda gəlməsi sevindirici haldır. İnsanda gözəl bir his yaranır ki, bir ay boyunca oruç tutmağa müvəffəq olubdur, Allahın bəndəçiliyini edibdir. Lakin Ramazan ayı ilə vidalaşmaq çox çətindir. Allahdan diləyirəm ki, hər kim ki sağlamlığı ilə bağlı, problemləri ilə bağlı oruç tutmağa müvəffəq olmayıbsa, Allah onları inşallah ki müvəffəq etsin və sağlamlıqlarını onlara əta etsin. Amma mən bugün sizə məhz Qurani Kərimin 26-cı cüzündən olan gözəl bir ayəni təqdim edəcəm ki, İslam ümməti üçün bu ayə çox önəmli bir ayədir. Və əgər müsəlmanlar bu ayəyə diqqət yetirsələr, əməl edə bilsələr, İslam ümməti, müsəlman cəmiyyəti həqiqətən də yumruq kimi olar və müvəffəq olar inşallah. Hansı surə və hansı ayədir? Fəth surəsi ayə 29. Çox gözəl bir ayədir ki, Peyğəmbərin peyğəmbərliyini təsdiqləməklə başlayır bu ayə. Əuzubillahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Muhammedun Rasulullah. وَالَّذِينَ مَاهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ. Baxın, əvvəldə qeyd edir ki, Muhammed Allahın peyğəmbəridir. Yəni, Peyğəmbərin peyğəmbərliyinə burada şəhadət verir və daha sonra çox gözəl bir nöqtəni çatdırır bizə ki, biz müsəlmanlar gərək mütləq və mütləq bu nöqtəyə əməl etməyi öyrənək. Ayənin davamında deyir ki, onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandılar. Baxın, Fəth surəsi ayə 29. Muhammed Allahın peyğəmbəridir və onunla birgə olanlar, yəni onun dinini qəbul edənlər, onun yolunu gedənlər xüsusiyyətlərini deyir ki, məhz kafirlərin qarşısında güclü və sərt, öz aralarında, yəni öz din qardaşları ilə bərabər olanda isə mehribandılar. Mərhəmətlidirlər, mehribandılar, bir-birini sevəndilər. Həqiqətən də bugün ixtilafların çoxluq təşkil etdiyi, hətta mən demirəm başqa məzhəblər, Şiə məzhəbinin içində belə qruplaşmaların olduğu bir dönəmdə bu ayə bizə vəhdətə sanki dəvət edir. Vəhdətə əməl etməyi qəbul edirəm ki, çox çətindir. Çünki keçən günlərdə də qeyd etdiyim kimi, ixtilaf nəzərimiz olan şəxslər ola bilər bizim aramızda. Hansısa fikirlərini qəbul etmədiyimiz, xasiyyətimizə uyğun gəlməyən insanlar ola bilər. Amma Allah Teala bizə çatdırır ki, əgər biz Peyğəmbərlə bərabər isə, bizim xüsusiyyətimiz belə olmalıdır ki, kafirlərin qarşısında sərt və güclü, möhkəm olmalıyıq və öz aramızda isə mehriban olmalıyıq. Biz bugün İslam cəmiyyətində parçalanmalar görürük, İslam ümmətində parçalanmalar görürük. Nəyə görədir bunlar? Olsun, eybi yoxdur, biri başqa məzhəbəndir, mən başqa məzhəbdəyəm, amma nə üçün biz ixtilaflar yaradırıq, nə üçün bir-birimizə kin və küdurət bəsləyirik? Allah Teala ayəsində bizə buyurur ki, biz məhz kafirlərin, yəni Allah düşmənlərinin, Allahın dininin düşmənlərinin müqabilində möhkəm, dayanıqlı və mübariz olaq, sərt olaq. Amma öz aramızda Allahı qəbul edən şəxslərlə, hətta ola bilər ki, bu Allahı qəbul edən şəxslər cahil də olsunlar, fəsad əhli, fasiq olsunlar, belə deyək. Amma bizim davranışımızdan çox şey asılıdır. Dildə müsəlmandır, yəni Allahı inkar etmir. Sadəcə Allahın ayələrinə əməl etmir. Bu şəxslərlə belə öz aramızda mehriban olmalıyıq. Allahın bizə çatdırdığı nöqtədir bu. Allah bu ayədə bizdən istəyir ki, düşmənlər qarşısında möhkəm və qəti olaq. Öz aramızda isə mehribanlıq və bərabərliyimizi, həmdərd, həmrəyliyimizi və bu ruhiyyəni qoruyub saxlayaq özümüzdə. Yəni, mehribançılıq ruhiyyəsini qüvvətləndirək özümüzdə. Baxın, əgər bugünə qədər biz bu ayə barəsində məlumatsız idiksə, səhvimizi bugün başa düşmüşüksə ki, biz insanlarla mehriban olmalıyıq öz aramızda. Yəni, müsəlmanlarla ən azından öz aramızda mehribançılığa riayət etməliyik.
Baxmayın ki, ola bilər siz məsələn bugün mehribançılıq eləməyə başlayasınız insanlarla. İnsanlar belə başa düşsün ki, bu süni davranır. Bu belə deyil idi, bu rol oynayır indi. Eybi yoxdur, Allah üçün rol oynamağa da dəyər. Amma əsas hədəf budur ki, məqsədi və niyyəti unutmayaq ki, Allaha xatir, Allah üçün mehribançılığı öz vücudumuzda formalaşdırmağa çalışaq. Nəinki kimisə aldatmaq üçün, riya etmək üçün və yaxud da kiməsə zərbə vurmaq üçün. Bəs deməli, özümüzdə həmrəyliyi, bərabərliyi, birliyi və mehribançılığı qorumağa çalışmalıyıq. Amma nə edək? Hansı üsullardan istifadə edək ki, bu xüsusiyyəti özümüzdə formalaşdıraq? Birinci budur ki, haqla düşmənlik edənlərə əhəmiyyətsiz olmaq əvəzinə agəhlığımızı artıraq düşmən müqabilində, yəni bəsirətimizi artıraq düşmən müqabilində və möhkəmliyimizi, dayanıqlılığımızı artıraq. Yəni düşməni sadə tutmayaq, düşməni adi, yəni nəyimə lazım deyib üstündən yan keçməyək. Əgər müsəlmanlarla düşmənçilik edən şəxslər varsa, İslam ümməti ilə düşmənçilik edən şəxslər varsa və İslamı, Allahın dinini aradan aparmaq istəyən şəxslər varsa, əhəmiyyətsiz yanaşmayaq. Ən azından düşmənə nisbətdə agəhlığımızı artıraq ki, onun müqabilində dayanıqlığımızı da möhkəmləndirək. Və ikinci nöqtə budur ki, yəni əməl ediləsi nöqtə. Bütün müsəlmanlarla mehribanlıq və mərhəmət, məhəbbət ruhiyyəsini qüvvətləndirək. İxtilaflar zamanı təfrəqə salmaq əvəzinə, bir-birimizi vurmaq əvəzinə, birliyimizi qorumaq fikrində olaq ki, necə davranaq ki, birliyimiz qorunsun. Bəli, iradlar lazımdır. Hər bir insana irad da ola bilər, təşviq də ola bilər, təsdiq də ola bilər, hər cəhətdən. Amma bu bizim parçalanmamıza, bir-birimizi təhqir etməyimizə, bir-birimizə pis yanaşmağımıza səbəb olmamalıdır ki, Allah yəni bizim bu işimizi sevmir, xoşu gəlmir bu işdən. Və bir nöqtəni nəzərinizə çatdırım ki, ola bilər ki, biz kimisə sevməyək, ola bilər ki, biz kimlənsə münasibət qurmaq istəməyək. Kimisə sevməməyimiz ona hörmətsizlik etmək məcburiyyətində olduğumuzu çatdırmır bizə. Biz bir-birimizi sevməsək də çalışmalıyıq ki, bir-birimizin hörmətini, ehtiramını qoruyaq ki, bu bizə vacibdir. Və bugün biz İslam ümmətində görə bilirik ki, hətta yaxın cəmlərdə, hətta xırda bir heyətlərdə, iş yerlərində, hansısa bir məkanda, hətta ailə daxilində belə biz görə bilərik ki, insanlar düşmənə adi yanaşırlar, yəni düşməni elə də ciddi tutmurlar, düşmən üçün proqramları yoxdur, amma öz ailə içində xırda bir ixtilaf üzündən bir-birlərinə kin-küdurət bəsləyirlər. Mehriban və məhəbbət dolu davranmağa bacarmırlar. Bəs deməli, biz birinci ailə daxilindən, daha sonra yaxın ətrafdan, qohumlardan və qonşulardan və İslam ümmətindən ümumiyyətlə başlamalıyıq ki, biz müsəlman olaraq bütün cəmiyyətlərə örnək olaq bu sahədə. Və məxsusən də bu günlərdə ki, bizim dünyada bir çox din qardaşlarımıza zülm olunur və biz bunun şahidi oluruq çox halda, amma heç bir əks əməl etmirik, heç bir rəftarla öz fikrimizi bildirmirik. Gəlin bu günlərdə bəs dünyada olan müsəlmanlara mərhəmət, məhəbbət və mehribanlıqla yanaşmağı öyrənək və özümüzdə Peyğəmbərin bu gözəl xüsusiyyətini formalaşdıraq ki, biz də Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin bir nümayəndəsi cəmiyyətdə və onların, belə deyək ki, dininin çatdıranıq, dinini insanlara tanıtdıran şəxsləri. Bəs onun xüsusiyyətini özümüzdə kəsb edək ki, insanların da İslama, Allahın dininə və Allaha ümidi çoxalsın. Bugün də sizinlə sağollaşıram və gələn gündə görüşmək ümidi ilə sağ olun, salamat qalın, Allaha əmanət olun.